...15 iyun tarixindən Qazaxa qatarla getmək mümkündür. Elə bu səbəbdən də bu dəfəki verilişimizin bölümündə Qazax stansiyası haqqında danışacağıq. ...2019-cu ilə qədər Bakıdan Qazax istiqamətinə qatar vasitəsilə 8 saat yarıma getmək mümkün idisə, artıq Stadler Rail qrupuna məxsus yeni qatarlarla bu vaxt 5 saat yarıma qədər azaldılıb. Bakıdan Qazax istiqamətinə qatarlar 8:00 və 18:00-da yola düşür. Stansiya fəaliyyətdə olmadığı dövrdə yenidən qurma işləri aparılıb. Reyslər, rabitə və işarə vermə sistemi yenilənib. Eyni zamanda Qazax vağzalının tarixi binası və gözləmə zalında da təmir işləri aparılıb. Şirvan elində, Dilaş telli sazım Şirvan elində, gəl gedək Qazağa bir salam verək, dur gedək Qazağa bir salam verək. Qazaxa sərnişin tələbatı əvvəllər də olub. Biz statistikaya baxdıqda 17, 18, 19 son illər, yəni hərəkətin olduğu son illərdə tələbat yüksək olub. Lakin yolda olma müddəti çox olduğundan və yataq tipli qatarlar olduğuna görə sərnişin sayı az idi son dövrlərdə. Hazırda oturacaq tipli qatarlarla hərəkət olacaq və təqribi illik əlavə 10.000 sərnişinin Qazaxa daşınması nəzərdə tutulmuşdur. Qazax stansiyası Azərbaycanın qərbində yerləşən və bu istiqamətdə fəaliyyətdə olan sonuncu sərnişin daşıma stansiyasıdır. Stansiya 1883-cü ildə istifadəyə verilib. SSR vaxtında bu yol Ermənistana, yəni İcivan stansiyasına, oradan da İrəvana qədər gedib çıxırdı. Amma 1988-ci ildə baş verən məlum hadisələr səbəbindən bu xətt də öz istifadəsini dayandırdı. Qazax stansiyasından 16:50-də yola çıxan qatar 21:49-da Bakı vağzalına çatacaq. Bu da sizə Qazax stansiyası haqqında təqdim etdiyimiz verilişin sonu. Növbəti dəfə növbəti vağzalda görüşmək ümidi ilə.